Değerli riyaziyyat severler, bugün biz 2022 yıl aprel ayının 24'ünde 19. sınıf buraxılış suallarının izahına baxacağıq. Birinci sualdan başlayırıq. Bizə deyir ki, o mərkəzi çevrədədir. BDA 70 dərəcədir və deyir BOD-ni tapın. Birincisi uşaqlar, biz görürük ki, DA toxunandır. Toxunanla radius arasında yapacaq neçə dərəcə olurdu? 90 dərəcə. 70'i veribsə avtomatik digər tərəf 20 olacaq. İndi bura radiusdur, burada radiusdur. Deməli bu bucaq 20 isə digər bucaq 20-dir. Ortadakı bucaqda neçə olacaq? 140 olması lazımdır ki, üçünün cəmi 180 versin. Üç bucağın daxili bucaqlarla. Deməli cavab 140. İkinci suala baxırıq uşaqlar, bizdən K ilə B-nin cəmini istəyir. Unutmayın, Y oxunu kəsdiyi yer bizim B-miz sayılacaq. Yəni B bərabərdir 3-ə. Bəs K-nı necə tapaq uşaqlar? Bizim X oxunu kəsdiyimiz yerdə də Y-a 0 veririk, X-a da 3 veririk. Beləcə K-nı da tapa bilərik. Deməli 0 bərabərdir 3 vurulsun. K üstə gəlsin 3. Buradan da 3K bərabərdir mənfi 3-ə, K da bərabərdir mənfi 1-ə. K-nı tapdıq, mənfi 1 olduğunu, B-ni də 3. K-nın B-nin cəmini istəyir. 3 üstə gəlinsin. 3 üstə gəlsin. Mənfi 1 eləyəcək cavab 2. Üçüncü suala baxırıq. Yan səthinin sahəsi S-yan bərabərdir 40 olan kubun tam səthini istəyir. Yan səthinin sahə düsturu nədir? 4A kvadratı bərabərdir 40-a. A kvadratı buradan bərabər olacaq 10-a. Demək ki, uşaqlar bizdən tam səthini istəyir. S tam istəyir. S tamın düsturu nədir? 6A kvadratı. Gətirib A kvadratın yerinə 10 qoyduqda cavab edəcək 60. Dördüncü suala keçirik. 3 ədəyin vuruqlarından biri x plus 3 olarsa, n plus n cəmini tapın. Baxın, vuruqlarından biri nədir? X plus 3. Bu ifadənin sıfıra bərabərliyib x-i nə tapırıq? Mənfi 3. Deməli, bu mənfi 3-ü gətirib ifadənin özündə yerinə qoyarıqsa, n minus n-i tapmış olacaq ən azından. Gətirib yerinə qoysam, x kvadratı çıxılsın, nx plus 21-də yerinə qoyuram. Deməli, x-in yerinə nə qoyuram? Mənfi 3. Eləyəcək, mənfi 3-ün kvadratı, yəni 9m, mənfi 3-ü vururuq n-ə, müsbət 3m, n, üstə gəlinsin 21. Bərabər olmalıdır 0-a. Buradan da hər tərəfi 3-ə böldükdə 3m üstə gəlsin n bərabərdir mənfi 7-yə. Hər tərəfi 3-ə böldük. Deməli, bura kimi gəldik. İndi n plus m cəmini bizdən istəyir və x plus 3 də bunun köklərindən birisidir deyir. Görəsən cavabda baxaq görək nələr var. Burada uşaqlar bir şey belə deyək. Bu metod əslində çox da keçərli olmaya bilər, amma ən azından gedişata köməyi dəyə bilər bəlkə bizə. Xətti tənlik kimi bölsək. Birinci, x kvadratı yoxa çıxmağı üçün nəyə vurmamız lazımdır? Təbii ki, belə deyək, mx-a vurarıq. Mx-a. Bunu da vuranda eləcə mx kvadratı üstə çıxılsın, üstə gəlsin 3mx. Bunlar tərəf-tərəfə çıxanda bunlar ikisi gedir, geridə qalır minus nx minus 3mx üstə gəl 21. Bu da 21-ə vurmaq üçün nə olmalıdır? 7-yə vurulmalıdır, yoxa çıxsın deyə plus 7 əlavə eləyərəm. Eləcə 7x üstə gəlsin 21 bölünsün. Tərəf-tərəfə çıxdıqda bu ikisinin fərqi 0 olmalıdır. Yəni mənfi n çıxılsın 3n bərabər olmalıdır 7-yə. Buradan hər tərəf mənfiyə vurduqda da 3n çıxılsın n bərabər olacaq mənfi 7-yə. Yəni əslində eyni şeyə gəldi. Daha doğrusu çıxılsını tapdıq. Yox, mənfiyə vurduqsa plusunu. Eyni şeyə gəldik. Eyni şeyə gəldiksə, o zaman demək ki, bu sualda nəsə əksiklik var. Yəni tam gedə bilmirik sualı. Ona görə bu suala baxmıram. Çünki böyük ehtimal ki, şərtdə nəyisə yazmayıblar. O dediyim kimi bəzi suallarda olur ki, şərti tam vermirlər. Demək keçək 5-ci suala. 5 ABC bölünsün 10 A kvadrat C ifadəsini sadələşdirin. Hər tərəf 5-ə bölünür, məxrəcdə 2 qalır. Hər tərəf A-ya bölünür, məxrəcdə bir dənə A qalır. Hər tərəf C-yə bölünür, məxrəcdə C qalır, sürətdə də bir dənə B. Bitdi. Hipotenuza çəkilmiş hündürlük 4 kökdə 2 olarsa, bərabəryanlı düzbucaqlı üçbucağın sahəsini bizdən istəyir. Birincisi uşaqlar, bərabəryanlı düzbucaqlı üçbucaqda hipotenuza çəkilmiş median tənbilən hündürlüklər bərabər olurdu və median tərəfi yarı bölüb özü də həmin yarıya bərabər olurdu. İndi hündürlük 4 kökdə 2-dirsə, deməli bizim hipotenuzumuz olacaq 8 kökdə 2.
Sahəni istəyir bizdən. S bərabərdir. Nə deyərik? 8 kökdə 2 vurulsun hündürlük, yəni 4 kökdə 2 bölünsün 2. Buradan kökdə 2'lər bir-birinə vurulanda 2 eləyir. Məxrəcdəki 2 ilə gedir. Cavab qalacaq 32. Keçirik 7-ci sual. Daxili bucaqların cəmi 1980 olan qabaq bucağın tərəflərinin sayını istəyir. 180 vurulsun n-2 düsturundan gedəcək. 1980'i öncə gəlin 1980'i 180'e bölək. 1980 180'e bölündükdə düşür 11. n-2 bərabərdir 11'e. N də bərabərdir 13 eləyəcək A variantı. Keçirik 8-ci sual. Perimetri 56 olan 3 bucağın tərəflərinin x-in uzunluğu 17 və 14 olarsa 3-cü tərəfini tapın. 3-cün cəmini 56'ya bərabərləyəcək. 17 üstəgənsin 14 üstəgənsin x bərabərdir 56'ya. Eləyəcək 31 üstəgəl x bərabərdir 56'ya, x də bərabərdir 25 C variantı. Növbəti təmrin böyük kökünü tapın deyir. Ortaq məxrəcə gətirərik öncəliklə. Ortaq məxrəcim nə olacaq? X plus 1 ilə x plus 3. O zaman birinci kəsirim x plus 3'e vurulacaq. X plus 3. İkinci kəsirimdə x plus 1'e vurulacaq. Və toplama deyib bir toplayıb yazacağıq. Buradan daha sonra nə edəyərəm uşaqlar? Çarpaz vuraram. 5 vurulsun x üstə gəl 1 vur x plus 3 bərabərdir 12 vurulsun x'in üstünə x gələndə 2x eləyir 3'ün üstünə 1 gəldikdə də 4 eləyir. Vurub açdıqda uşaqlar 5 belə deyim, buranı silin biraz daha səliqəli yazın bu hissədən. Deməli nə qaldı? Vurub açaram 5 x kvadrat üstə gəl 4x plus 3 bərabərdir 12 2x plus 4'e. İndi uşaqlar davam eləyək. Qabağındakı ədədləri də vurub açsaq 5x kvadrat üstə gəlsin 20x üstə gəl 15 bərabərdir 24x üstə gəlinsin 48. Burada hamısını bir tərəfə keçirəndə 5x kvadratı çıxılsın 4x çıxılsın 48'den çıxacaq 15'i eləcək 33 bərabərdir 0'a. Təmrin böyük kökünü bizdən istəyir. Bunu da diskriminantı yarı bölmə yolundan geçəcək. 4'ün kvadratı 4'ün yarısı 2, 2'nin kvadratı 4. 4'ün üstünə gələcəm. 5 vurulsun 33, 165. 165'in üstünə 5 gəndə 169, bu delir 13'ün kvadratı. x1, x2 bərabərdir. Deməli 2 üstəgənsin çıxılsın 13 bölünsün A, yəni 5. 2'nin üstünə 13 gələcəm, eləcək 15, 15'i 5'e böldükdə 3 düşəcək bir kökü. 2'dən 13 çıxanda mənfi eləyir, bizdən də mənfi istəmir, müsbət kökünü istəyir. Deməli, ən böyük müsbət kökü 3 olacaq. Digər kökün də hər ehtimalı tapaq, mənfi 11 bölünsün 5'dir. Bizdən böyük kökünü istəyirsə cavab eləyəcək 3. Təmin sistemində x, y hasilini bizdən istəyir uşaqlar. Öncəliklə y bərabərdir 0 tam dövrdə 6 nədir? 9'da 6 deməkdir. Burada çarpaz vura bilərik ya da ixtisar eləyəncə hər tərəfi 3'e böldükdə 3'də 2 düşəcək. Və çarpaz vurduqda uşaqlar 2x bərabər olacaq 3y-a. X-in yerinə deyərəm mən 3k, y-in yerinə də deyərəm 2k. Və gətirib aldığım bu k-ları ikinci tənlikdə yerinə qoyaram. 3 vurulsun y-in aldım 2k üstə gəl 5 vurulsun x-in aldım 3k bərabərdir 21'e. 6k üstə gəlsin 15k bərabərdir 21'e. 21k bərabərdir 21'e. K da bərabərdir 1'e. K'nın 1 olduğunu tapdımsa deməli bizdən x, y hasilini istəyir. K 1'dirsə x-in 3'dür, y-in 2'dir. 3 2'ye vuranda cavab eləyəcək 6. Növbəti sualda bizdən nə istəyir uşaqlar? 110 verilib, 150 verilib, deyir ki, x-i tapın. Deməli, biz nə edərik uşaqlar? 150 ilə 110'u cəmləyib, ondan çıxarıq 180'i. Deməli, bu tip sualların həlli cavabı 110 üstə gəlsin 150 və onların cəmindən çıxacaq 180'i cavab alınacaq 80 Y variantı. 12-ci sual. İbrahim və Vüqar 6 rəqəmli binayı liftlə 1-ci mərtəbəsinə minirlər. Onların hər biri 2-ci mərtəbədən başlayaraq düşə bilirlər. İkisində 4-cü mərtəbədən düşmə hadisəsinin ehtimalını tapın. Bir dənə 12-ci sualı keçmədən uşaqlar buradakı sualın birinə qaydaq. 4-cü sualda bir şey ağlıma gəldi.
Biz buradan belə eləyə bilsək, əgər məsəl üçün bizə hara kimi gəlmişdik? 3m 7 -7 bu tərəfə keçirsəm, üstəgəl 7 bərabərdir nəyə? N-ə, elə deyil. Deməli, indi uşaqlar biz burada nəyə nəzərə sala bilərik? Pardon, bu arada bu çıxılsın n-dir. Burada çıxmadı, aşağıda çıxma yazıb, plus yazmışam. Çıxılsın n. Deməli, burada n nəyə bərabərdir? 3 müstəqil 7. İndi mənə deyir ki, n plus n cəmini tapın. Cəmin əslində burada məncə şərtdə düşməyib. Ya ən kiçik, ya ən böyük qiymətini istəyəcək. Bunun böyük qiymətini istəyə bilməz, çünki yəni böyük rəqəmlər verərik. Yəqin ən kiçik qiymətini istəyər. Natural olaraq ən kiçik n-ə nə verə bilərəm? 1 verə bilərəm, elə deyil. Daha doğrusu m-ə 1 verə bilərəm. M-ə 1 versəm ifadə nəyə bərabər olacaq? 3 vurulsun 1 üstə gəlsin 7. Yəni n bərabər olacaq 10. Deməli, mən m-ə 1 verərəmsə n 10 olacaq. Bizdən də bu ikisinin cəmini istəyir. 1 ilə 10-un da cəmi eləcək 11. Yəni, belə bir şey eləyə bilərik. Bəlkə də o metoddan düz olar. Amma dediyim kimi, orada şərt bizə əksik verilib. Şərt tam verilməyib deyə biz tam olaraq da izahına baxa bilmirik. Daha sonra 12-ci sualı keçirik indi izahına. Deməli, 12-ci sualda bizdən lift məsələsidir və hadisənin ehtimalını istəyir. Bunun üçün nə edirik? Uşaqlar, öncə mərtəbələri yazaq. 6 mərtəbədir. İndi hər ikisi birinci mərtəbədən daxil oldu. Yusuf da, İbrahim də. Daha sonra onlar hər ikisi ikinci mərtəbədən başlayaraq bütün mərtəbələrdə düşə bilirlər. Yəni, Yusuf neçə mərtəbədə düşə bilir? 5 mərtəbədə düşə bilir. Deməli, Yusufun 5 ehtimalı var. İbrahim də eyni şəkildə 5 mərtəbədə düşə bilir. Deməli, İbrahimin də 5 ehtimalı var. Bizim bütün hallarımız neçə oldu uşaqlar? Və dediyi üçün, hər ikisini də nəzərə aldığı üçün 25 ehtimalımız var. Demişdik ki, ehtimalları bir-birinə vururduq. İndi deyik ki, amma hər ikisi 4-cü mərtəbədə düşsün. Yəni 4-cü mərtəbə bir dənədir də, ona görə də 25-də bir ehtimaldır ki, bunlar düşəcəklər. Cavab elədi belə. 13-cü sualda bizdən nə istəyir? Tənliyi həll edin. Açarıq öncə x üstə gəlsin 9. Deməli, x üstə gəl 9. Üstə gəlsin x üstə gəlsin 10. Üstə gəl x üstə gəl 11 bərabərdir 57-yə. X-dan neçə dənədir? 3 dənə. 9-un üstünə 10 gələndə, 19 üstünə 11 gələndə eləyir 30 bərabərdir 57-yə. 30-u digər tərəfə çıxarıq. 3x bərabər olacaq 27-yə. X də bərabər olacaq 9-a. A variantı. Növbəti sualda bizə deyir ki, x böyükdür y-dan, o da böyükdür 0-dan. İndi x məsəl üçün y-ə deyək bir dənə ədəd 7, x-ə də 6 deyək. İndi 7-dən 6 çıxanda nə olur? Müsbət. Deməli, modul müsbətçisi olduğu kimi çıxır. Üstə çıxılsın. Cəmləyəndə nə edir? Müsbət. Deməli, müsbətçisi nə edir? Olduğu kimi çıxır. Bərabərdir 8 mənfi 9-a. Burada mötərizəni vurub qabaqdakı mənfini açdıqda olur y çıx x çıx y çıx x bölünsün 8 bərabərdir mənfi 9-a. Buradan y-lar gedir, qalır mənfi 2x bölünsün 8 bərabərdir mənfi 9-a. Hər tərəfdən mənfiləri getsək, 2-lər ixtisar edilsə, x bölü 4 bərabərdir 9-a, x də bərabərdir 36-ya. X-i tapdıq 36-dır. Bizdən nə istəyir? İfadəni sadələşdirin deyir. Bəlkə işarələrdə nə isə yazmayıblar. Burada yəni başqa bir şey eləyə bilmərik. Belə düşündüyüm qədərlə böyük ehtimal ki, cavablarda fərqli cavablar verilibdir, səhv verilib. Cavab burada 36 eləyəcək. Yəni 100%-dir. X-i tapdıq 36. 15-ci suala baxıq. Ədədinin neçə sadə böləni var? 11 sadə ədəddir, 29 da sadə ədəddir. Sadə ədəd nəyə deyilirdi uşaqlar? Üstləri cəmləyirdik. Yəni 1 üstə gəl 1, 2 dənə sadə bölən var. İfadənin qiymətini tapın deyirsə, 3 üstü vurma zamanı mötərizədə üstlər bir-birinə vurulur. 3 üstü kökdə 8-i kökdə 2-yə vuracam. İndi kökdə 8-i kökdə 2-yə vursaq. Kökdə 8 nəyə deyilir uşaqlar? Yəni, bir kökün altda yaza bilərəm də 8 vurulsun 2 kimi. 8-də 2-yə vuranda neçə eləyir? 16. 16-dan da kökünə çıxır 4. Deməli, bu nə deməkdir uşaqlar? 3 üstü 4 deməkdir. Bəs 3 üstü 4 bizə nəyə verəcək? Təbii ki, 81-i. 17-ci suala baxırıq. 3 ardıcıl cüt natural ədədin cəmini 80%-i 100,8-ə bərabərdir. Böyük ədəd tapın. 3 ardıcıl cüt natural ədəd deyirsə, bax, birinci x olsun, biri x plus 2 olsun, biri x plus 4 olsun. X-i mən başdan cüt qəbul edirəm.
bu şəkildə gedə bilərsiniz. Bir də 2x, 2x plus 2, 2x plus 4-dən getməyin, özünüzü çox yormayın. Sadələşdirin. Cəminin deyir 80%. Öncə cəmləyək. 3x üstəgəl 6. 80% deyəndə ədədi 80-ə vurub 100-ə bölərik. Bərabərdir deyir 100 tam onda 8. Öncə bunları ixtisarlarıma apararam. Onu digər tərəfə vuraram çarpaz. Deməli 8 vurulsun 3x üstəgəl 6 bərabərdir. Eləyəcək 100 tam onda 8-i 10-a vurduqda 1008. Deməli, indi nə edirəm uşaqlar? Öncəliklə 1008-i 8-ə bölərəm. 1008-i 8-ə böldükdə cavab 126 düşür. 3x üstəgəl 6 bərabərdir 126-ya. 3x bərabər olur 126-dan 26 çıxanda 120 qalır. X də bərabər olur 120-ni 3-ə böldükdə eləyəcək 40. Deməli, bizdən ən böyük ədəd istəyir. Ən kiçiyimiz 40-dır, sonra 42-dir, sonra 44. Ən böyüyü 44 olacaq. Kvadratın tərəflərinin orta nöqtələrini birləşməklə ikinci kvadrat alınır. Bu kvadratdan xaricində çəkilmiş çevrənin radiusların kvadratların nisbətini tapın. Öncəliklə kvadratın tərəfi olsun 2a. O zaman kvadratın tərəfi 2a-dırsa, xaricinə çevrə çəkildikdə, kvadratın xaricinə çevrə çəkildikdə onun radiusu nəyə bərabər olurdu? Onun radiusu elə belə deyək, diametrin yarısına bərabər olurdu. Yəni diaqonalının yarısına. Tərəf 2a-dırsa diaqonal nə idi? 2a kökdə 2. Diaqonal 2a kökdə 2 eləyirdi. Bunun da yarısı radiusu verəcək bizə a kökdə 2. A kökdə 2. A kökdə 2. Deməli, böyük radiusumuz a kökdə 2-dir. İndi bunun tərəflərinin orta nöqtələrini birləşdirsək, yəni kvadrat çəksək, uşaqlar, kvadratın tərəflərinin orta nöqtələrini birləşdirdikdə nə yaranacaq? Məsələn, bura AA bölünəcək, AA bölünəcək, AA bölünəcək. Tərəflərin orta nöqtələrini birləşdirdikdə AA-dırsa bura A kökdə 2 olur. Burada A kökdə 2 olur, burada A kökdə 2 olur, A kökdə 2 olur. Və biz də buradan görürük ki, kiçik, belə deyək, böyük kvadratımızın tərəfi 2A idi. Kiçik kvadratımızın tərəfi, yəni ortasında çəkilmişin tərəfi A kökdə 2 olacaq. İndi böyüyün də radiusunu tapdıq ki, A kökdə 2-dir. Kiçiyin radiusunu tapsaq, bəs nəyə bərabərdir? Kiçiyin bu kvadratdan xaricinə çəkmişəm. Kiçiyin xaricinə çəksək uşaqlar, bunun diaqonalı nəyə bərabərdir? Tərəfin kökdə 2 vurulmuş halı, yəni 2A, 2A-nın yarısı A. Deməli, bunun da radiusu A-ya bərabərdir. Böyüyün radiusu idi A kökdə 2. Bu çevrənin radiuslarının kvadratların nisbətini istəyir. Öncə kvadrata yüksəltsək, hər ikisinin kvadratı yüksəltsək, A kvadratı kökdə 2-nin kvadratı 2 eləyir. 2A kvadratı, kiçiyin də kvadratı olacaq A kvadratı. Bunların bir-birinə olan nisbətlərini istəyir. A kvadratları gedəcək, geridə 2 qalacaq. Deməli, cavab 2 eləyəcək 2. Keçirik 19-cu suala. 19-cu sualda nə deyir uşaqlar? Deyir Vahid ilk öncə kitabın 40%-ni, daha sonra isə 5%-ni oxudu. Sonra isə qalan 110 səhifəni oxudu. 40%-ni oxuyubsa, sonra da 5%-ni oxuyubsa, neçə faizi oxunub? 45. Deməli, neçə faizi qalır? Bəs 100%-dən çıxıram 45%-i, qalacaq neçə? 55%. İndi deyir, qalan kitab 110 səhifədir, yəni 55% 110-dur. Bəs 100% nə qədərdir? Bunu tapmalıyıq. Çarpaz vururam, 55x bərabərdir 110 vurulsun 100-ə. X də buradan bərabərdir 110-u 100-ə vurub 55-ə böləcəm. Bu da eləyəcək 200. Deməli, səhifə 200 səhifəymiş. Keçirik 20-ci suala. Funksiyanın ordinatı 3-də, ordinat y deməkdir. Y-in yanına 3 qoyuram. 3 bərabərdir 5x minus 17-yə. 17-ni o tərəfə keçirəndə 20 bərabərdir 5x, x də bərabərdir 4-ə. Deməli, absisdə 4 olacaq. 21-ci suala keçirəm. Ən çoxu deyir, neçə olacaq birləşmə? Unutmayın uşaqlar, heç biri bir-birinin ortasında olmazsa, yəni bir-birinə elementləri ortaq olmazsa, birləşmə ən çox olacaq. Yəni, burada birləşmə ən çox 14 ola bilər. İfadəni sadələşdirin deyir. Vurub açarım öncə. 3b-ni 2b-yə vuranda 6b kvadratı üstəgəl
3b'ni 1'e vuranda 3b çıxılsın. 2b'ni 3b'ye vuranda 6b kvadratı, mənfi 2b'ni 4'e vurduqda mənfi 8b, müsbət 8b. Bunlar gedəndə 6b'lər kvadratları əks işarəli gedir. 3b'nin üstünə də 2b gələndə 8b gələndə 11b eləyəcək. Qarşılıqlı tərs ədədlər cütünü göstərin. Birincisi uşaqlar 2'də 1 ilə 1'də 2 tərs olardı. Yəni bu A variantı getdi. D variantı 1'i tamdı, 1'i tam deyil. Bu da getdi, eyni deyil. B variantı 1, mənfi 1 əks ədədlərdir bunlar. 1, 2'də 1. 1'in tərsi də əksi də 1'in tərsi özüdür. Ona görə Y də getdi. 5'də 2, 2 tam 2'də 1. 2 tam 2'də 1, 2'də 5 deməkdir. 5'də 2'nin tərsi bəli, 2'də 5'dir. Aşağıdakı fikirlərdən hansı doğrudur? Əkub CA CB bərabər C vurulsun. Birincisi uşaqları əbob əkuba bərabər olmaz. Ona görə bu səhvdir. Əkub böl əbob bərabərdir A böl B. Xeyr, C-yə bərabər olmalı idi. Əbob vur əkub bərabərdir A vur V-yə düzdür. Əkub ABC bərabərdir əkub içərisində əkub AB və C. Bəli, bu uyğun ola bilər yəni uşaqlar. Bunu da yenə ən yaxşısı rəqəm verib yoxlaya bilərsiniz. Yəni eyni ədədlərin əkubların neçə dəfə iç-içə salsınız da cavab yenə eyni əkub verəcək bizə. Belə, yəni bu əslində onu demək istəyir ki, öncə 2 dənəsini əkublaşdır, sonra aldığın cavabla 3-cünü əkublaşdır. Nə fərqi var ki, elə 3-ünü də eyni anda əkublaşdıra bilərik. Yəni eyni şeydir əslində, ona görə doğrudur. Burada da 3-dən 4 doğrudur. Belə, kanala abunə olmağı və like etməyi unutmayın ki, uşaqlar daha çox sizin üçün paylaşılan videolardan vaxtında xəbərdar olasınız.